Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanda olan Ermənistanındır. Ermənistanda olmayan Ermənistanın deyil. Bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konferansında səsləndirib. O bildirib ki, həm Sovet İttifaqı dövründə, həm də ittifaq dağıldıqdan sonra Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi 4 adda kənd olmayıb. Baş nazir həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının Tavuş bölgəsindən başlaya biləcəyini ehtimal edib. Tavuş rayonunda hər hansı bir kəndin təslim edilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında çəkilən kənd adları Ermənistan Respublikası ərazisində nə Sovet dövründə, nə də ondan sonra olub. Beynəlxalq sazişlərə görə Sovet İttifaqı dövründə mövcud olan inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır. Bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanda olan Ermənistanındır. Ermənistanda olmayan Ermənistanın deyil.